Və mən hesab eləmirəm ki, o görüş harda keçirilsin, Rusiyanın mövqeyində dəyişiklik olacaq. Rusiya bu gün elə mövqedədir ki, bunu o Tramp da ifadə eləyibdi. O bilirsiniz, bazar günü Putinlə danışdı, 2 saat yarım bir söhbətləri oldu, 2 saatdan artıq bir söhbətləri oldu. Düzdür, verilən məlumatlarda belə çıxırdı ki, bunlar ancaq elə o Trump'ın həyat yoldaşından danışıblar, amma sonradan ortaya çıxan məlumatlar onu göstərdi ki, yox, bunlar həm də Ukrayna məsələsindən, xüsusilə də belə deyək, Rusiyanın Ukraynaya qarşı mövqeyini də müzakirə ediblər və Rusiya orada geri çəkilməyibdi, hətta Trump'ı da inandırıbdı ki, bu mənim haqqımdır, mən burada qələbə qazanmışam, qələbə qazanan tərəf kimi mən öz aslan payımı istəyirəm mənasında. İndi mən hesab edirəm ki, onun harda keçirilməsi, o görüşün nə vaxt keçirilməsi və harda keçirilməsinin o Putinin mövqeyinə heç bir təsir olmayacaq. Putinin mövqeyinə o zaman təsir ola bilərdi ki, Amerikada Ukraynanın yanında dayanardı, amma biz görürük ki, Trump tamamilə fərqli fikirlər söyləyir. Düzdür, o Konqres, yəni Senat deyir ki, mən 80 o senatoru bir yerə toplayıb, Rusiyaya qarşı cəhənnəm sanksiyaları öz adında elə qoyub, gah əjdaha deyirlər, gah cəhənnəm sanksiyaları deyirlər. O cür sanksiyalara, yəni hər tərəfli sanksiyalara getmək haqqında qətnamə qəbul eləyəcəyik. Mən hesab edirəm ki, bu da açığı Senatın, Amerikanın, dərin dövlətinin Rusiyaya təsiri idi, təzyiqi idi. Nə vaxta qədər o Trumpla Putinin danışığına qədər. Onlar məqsəd o idi ki, daha təzyiqlə Rusiyanı masaya otursunlar, Rusiyanı zəif tərəf kimi masada görsünlər və o söhbətlər baş tutandan sonra, qutarandan sonra artıq mən hesab eləmirəm ki, senatorlarda 80 senatoru bir araya yığıb bu məsələni Trumpsız həll eləsinlər. Çünki Amerika qanunvericiliyinə görə 80 senator bir araya gəlib və bir qətnaməyə səs verərlərsə, artıq bunun Trumpa göndərilməsi, Trumpın ona veto qoyması və yaxud yenidən baxılması üçün geri qaytarması şansı qalmır. Amma artıq mən hesab eləmirəm belə bir şey olacaq. Çünki bu təşəbbüsü göstərən də bir respublikaçı idi, bilirsiniz, respublikaçı senatoru idi. Qrem, yəni o da Trump'ın ən yaxın dostlarından biri idi. O Trump'la hər zaman məsləhətləşib nəsə addım atırdı. Hesab edirəm ki, bu da bir uydurma bir şeydir. Yəni belə deyək, Trump'a dəstək vermək üçün lazım idi. O da öz missiyasını bitirdi artıq. Yəni Ukraynaya hərbi yardımlar ayrılmayacaqmı sizcə? Məncə ayrılmayacaq. Yəni bu o deməkdir.